Deməli, uşaqlar 14 nömrəli sınaq ilə işimizi davam eləyək. Görək 14-də söhbət nədən gedir. A və B ədədlərinin rəqəmlərinin cəmi uyğun olaraq 236 və 145-dir. Rəqəmlərinin cəmi. A üstü 4 bölünmüş, deməli, A üstü 4 vurulsun B üstü 47 ədədinin 9-a bölünməsindən alınan qalığını tapın. Ümumiyyətlə, burada möcüzə yaratmırıq. 9-a bölünmə əlaməti olursa rəqəmlərin cəmi ilə işləyir. Hətta bu 236-nı da 9-a bölmək üçün rəqəmlərini cəmləyə bilərik. Eləyər 11. Ona da 9-a bölünməsindən alınan qalıq olar 2. Yəni mən 2 üstü 4 vurulsun. Bunu da ardına aparaq. 145-in rəqəmlərinin cəmi də 10 edir. Oradan da 1 qalır. 1 üstü 47. Bunu hesablayıram. Edir 16. 16-nın 9-a bölünməsindən alınan qalıq 7-dir. Məsələ bitmişdir. Keçdik növbətə. Yenə də anlaşılmayan istənilən hissəni deyə bilərsiniz. Növbəti. Müəllim 547 nə oldu be? B-nin yerində biz 145-i 9-a böləndə qalıqda 1 qaldı. 1 qaldı. O 1-i də götürdük. 1 üstü 47. 1 üstü 47-də onsuz da 1 eləyəsidir. Razı mı? Bəli, bəli. Başa düşdüm. Növbəti. Deməli, bizə deyilir ki, bu birincidən x1-i çıxaraq çölə. Buradan x1-i çıxaraq çölə. Qalsın x1-in kvadratı üstəgəl x2-nin kvadratı. Bizdə nə görürük? Görürük ki, Viet teriminə görə x1 üstəgəl x2 əks işarələ götürmüş ikinci ədəd təmsalı. P çıx 5-dir. x1 vur x2 isə 18-dir. Hə, düzdür, mən özümü yordum burada, boşuna lazım olmadı. x1 vur x2-nin yerinə 18-i qoysaq, onda x1-in kubu bərabər olar. 45-dən 18 çıxarıq 27, x1 olar 3. x1 3-dürsə, x2 6-dır. 2, 3 vur 6, 18 eləsin. Onda bu 3 üstəgəl 6, 9 edir. P çıx 5 9-dursa, P 14. Və salam. Burada isə uşaqlar 49-un yerinə burada 49i kvadrat yazıb buranı çıxmaya çevirmək olar. Ki i kvadrat onsuz da mənfi 1 verir. Plusa qayıdır. Bu olur 3x çıx 7. 3x üstəgəl 7. Böl 3x çıx 7. Həmin o 3x çıx 7 ilər gedir, qalır 3x üstəgəl 7. Deməli, bu 3x-dir, bu da 7 idi. Deməli, m üstəgəl 3, m üstəgəl 1 3-dürsə, deməli, m-in yerində 2-dir yanıb. N çıx 4 7-dirsə, deməli, n-in yerində 11-dir yanıb. 11 çıx 2, 9. Yenə də etiraz edə bilərsiniz uşaqlar, çəkinməyin. Sonra fx funksiyasının təpə nöqtəsinin koordinatları t-dir. Oradan toxu ilə kəsişmə nöqtəsi A-dır. O TA üçbucağının sahəsində. Birinci təpə nöqtənin koordinatını tapmaq üçün x0 tapılır. Mənfi b bölü 2a. Yəni bu da bizdə əziz tələbələrim olur 4 böl 2 vur 1 elədi 2. 2-ni aparıb yerinə qoyaraq y0 tapmaq olar. 4 çıx 8 çıx 32. Bu da eləyəcək mənfi 36. Yəni bizim təpə nöqtəmiz şəkli çəkəsi olsaq 2 mənfi 36-dır. X-in ikisi y-in hardasa aşağıda mənfi 36. Bax, buradadır təpə nöqtə. A nöqtəsi ordinat oxu ilə kəsişmə nöqtəsi. Ordinat oxu ilə kəsişmə nöqtəsi x-a 0 veririk. X-a 0 versək 0 kvadrat çıx 4 vur 0 çıx 32 edir mənfi 32. Yəni ordinat oxu ilə kəsişmə nöqtəsi 0 mənfi 32-dir. Yəni hardasa buradadır, mənfi 32-dədir. Bir də koordinat başlanğıc. O da buradadır. Yəni bizim fiqurumuz belə bir üçbucaqdır. Bu üçbucağın sahəsini tapmaq üçün 0-dan mənfi 32-yə məsafə 32-dir. Hündürlüyü də korbucaqlı üçbucaqda çölə çıxır. Buradan y-ə qədər olan məsafə ilə 2-nin özüdür. 2 də bizim hündürlüyümüzdür. 2 hündürlüyümüzdür, tərəfimiz 32-dir. Sahə də 2, 2-də 1 vur 2 vur 32. Cavab 32. Keçdik növbəti. Bərabərsinin natural həllərinin cəmini istəyir. Nə edəcək? Bizə sənə bu yenə də işdi. Aha.
Deməli, birinci nə edə bilərik? Bu ikisindən x-in kvadratını çıxararıq. Qalar x çıx 30. Bu ikisindən 4'ü çıxardarıq. X çıx 30. Kiçik 0. X çıx 30'u çıxardarıq çölə. Qalar x kvadrat üstə gəl 4. Kiçik 0. X-in kvadratı üstə gəl 4. X nə olur olsun müsbətdir. Onda mənfi olan x çıx 30'dur. X də kiçikdir 30'dan. 30'dan kiçikdirsə bizdə 1-dən 29'a qədər ədədlərin cəmi lazımdır. Burada da ədədi silsilənin ilk n həddinin cəmi var idi. A1 üstə gəl AN bölü 2 vur n. Yəni birinci üstə gəl axırıncı bölü 2 vursa 1 üstə gəl 29 bölü 2 vur 29. Bu da 15 vur 29. 450'dən 15'dən az 435. Vəssalam. Aha. Bizə Bir saniyə. də deyə bilərsiniz mənim. Bir də izah eləyək. Və deyə bilərsiniz. Aha, bir də izah edirəm. Baxın. Deməyib natural həllərin cəmini tap. Bu ikisindən x-in kvadratını çıxartdıq. Qaldı x çıx 30. Bu ikisindən isə 4'ü çıxartdıq. Qaldı x çıx 30. Kiçik 0'dan. X çıx 30 çıxdı çölə. Qaldı x kvadrat üstə gəl 4. Kiçik 0'dan. X-in kvadratı üstə gəl 4. Müsbət ədəddir. Onda belə çıxır ki, x çıx 30 mənfədir. Mən başa Yəni- düşdüm mən. Ha, x kiçikdir 30'dan yəni. 30'dan kiçikdə 29'dan ədəd var. Bunların da cəmini tapmaq üçün birincinin üstünə axırıncının gəldiyi böldük 2'yə vurduq sayı. Ümid edirəm ki, Bəli, sağ ol. çatır. Və davam edək. Uşaqlar ifadənin ala biləcəyi tam qiymətlərin cəmi. Nə gözəl. Baxın. Sinus kvadratı x-in yerinə 1 çıx kosinus kvadratı x yazmaq olur. Bu da alınar 9 çıx kosinus kvadratı x. Burada 3 çıx kosinus x. Bunu da vuruqlara ayırsaq 3 çıx kosinus x. 3 üstə gəl kosinus x. Böl 3 çıx kosinus x. 3 çıx kosinus x-lar gedər, qalar 3 üstə gəl kosinus x. Kosinus x-in ala biləcəyi qiymətlər mənfi 1, 1 parçasıdır. Üstünə 3 gəlsəz 2, 4. Hə, bu 2, 4'ün də arasında 2 var, 3 var, 4 var. Cəmi 9. Vəssalam. Ümid edək aydındır. Keçdik növbətiyə. Götürüb bax, burada tangenslə kotangensi açsaq kvadratını. Alacağıq tangens kvadratı 2x. Hasilin 2 qatı, bir də kotangens kvadratı x. Buranı da açanda eyni şey olacaq. Birincinin kvadratı, hasilin 2 qatı, ikincinin kvadratı. Sadəcə hasilin 2 qatı birində toplama ilə olacaq. Birində çıxma ilə olacaq. Onlar bir-birini aparacaq. Yəni bizdə qalacaq 2 tangens kvadratı 2x, 2 kotangens kvadratı 2x. Hərəsindən 2 dənə qalacaq. Hasilin 2 misli isə itəcək. Bunu da 2'yə bölsək, qalacaq tangens kvadratı 2x, üstə gəl kotangens kvadratı 2x bərabərdir 2'yə. Hə, bundan sonra nə edirik? İfadənin üzərinə 2 tangens x, kotangens x gələk. Bu bizə nə verəcək? Bunun üzərinə 2 tangens, kotangens x gəlsək, bu düstur verəcək. Tangens 2x üstə gəl kotangens 2x'in kvadratı. Bu tərəfdə isə eləyəcək 4. Niyə görə? Tangens vur kotangens olur 1 eləyir axı. Əgər deməli indi buradan nə edək? Tangens x üstə gəl kotangens x-in kvadratı 4'dür. Düzdür, indi mən buradan deyə bilərəm ki, bu ya 2'dir, ya mənfi 2'dir. 2 halla işləmək olar. Gəlin biz o hissəyə baxaq, amma bu xoşuma gəlmədi. Çünki 2 dənə cavaba girmək yaxşı üsul deyil. Deməli, fikirləşək ki, nə etmək olar burada? 2 cavaba girmədi. Yaxşı. Bir saniyə. Tak. 2 cavaba girmədən nə etmək olar ki, burada problem yaşamayaq. Yəni 2 cavaba girmək nə deməkdir uşaqlar? Gəlin birinci onu deyim, birləşdirək, sonra optimal üsul taparam. Kvadratı 4'dürsə, deməli bunlar ya 2'dir, ya mənfi 2. 2 olması üçün bunların ikisi də 1 olmalıdır. Yəni tangens 2x 1 olmalıdır. Ya da
tangens 2x mənfi 1 olmalı. Əgər tangens 2x və tangens 1 ya mənfi 1-dirsə, onda belə çıxır ki, tangens kvadratı 2x özü 1-dir. Tangensin kvadratı 2x 1-dir. Burada da tangens kvadratı yerinə yazmaq olar sinus kvadratı 2x böl kosinus kvadratı 2x bərabərdir 1. Bunu ataq bura. Qalsın kosinus kvadratı 2x bərabərdir sinus kvadratı 2x-ə. Bunları da hamısını ataq bir tərəfə. Kosinus kvadratı 2x çıx sinus kvadratı 2x bərabərdir 0. Bu da versin. Kosinus 4x-in düsturun. Kosinus 4x 0-dırsa, onda belə çıxır ki, 4x özü pi bölü 2 üstəgəl pi k-dır. İfadəni də 4-ə bölsək, pi bölü 8 üstəgəl pi k bölü 4. Variant A. Amma kifayət qədər ağır gedişdə oldu belə. Ümid edirəm yazanımız var idi və başa düşəndə oldu. Olmadısa deyin, çəkinməyin, bir də izah edin. Ay bir şey yoxdur. Başa düşmədim mən. Bəli, Yəni izah edə bilərsiniz. yenidən izah edin. Deməli, baxın. Birinci addımım nə oldu? Mən fikirləşdim ki, bu açılış açsam, tangens kvadratı 2x üstəgəl 2 tangens 2x kotangens 2x üstəgəl kotangens kvadratı 2x bu birincinin açılışı. Ardınca tangens kvadratı 2x çıx 2 tangens 2x kotangens 2x üstəgəl kotangens kvadratı 2x. Bu 4. İndi bu nə verir? Bu mənfi ilə müsbətlər bir-birini aparır. Qalır 2 tangens kvadratı 2x üstəgəl kotangens kvadratı 2x bərabərdir 4-ə. Bu ifadəni 2-yə bölsək, qalır tangens kvadratı 2x üstəgəl kotangens kvadratı 2x bərabərdir 2. Burada nə edirəm? Bunlar qarşılıqlı tərs ədədlərdir və cəmi 2-dir. Onda ağlıma gəlir ki, bunların hərəsi 1-dir. Yəni, başqa variant yoxdur ki, 2 eləsi. 1 üstəgəl 1. Tangensin kvadratı 2x 1-dirsə, bu o deməkdir ki, sinus kvadratı 2x böl kosinus kvadratı 2x 1-dir. Bunu bu tərəfə attım. Sinus kvadratı 2x bərabərdir kosinus kvadratı 2x-a. Bunu bu tərəfə atıram. Kosinus kvadratı 2x çıx sinus kvadratı 2x bərabərdir 0-a. Bu nə verir bizə? Kosinus 4x bərabərdir 0. Kosinus 2 alfanın düsturudur. Bu da nə verir? Yuxarıdan daha yazıram. 4x bərabərdir pi bölü 2 üstəgəl pi k-ya. X də bərabərdir pi bölü 8 üstəgəl pi k bölü 4. Aha. Buyurun etiraz edin. Başa düşdüm mən, çox sağ ol. Aha, yaxşı. Keçək növbətiyə. X plus 8 ədədinin x plus 3 faizi 0.5. Yəni necə tapırıq bu faizi? X plus 8-i vururuq x plus 3-ə bölürük 100-ə. Bu eləməlidir 0.5. 100-ü atsaq bura. X plus 8 vur x plus 3 bərabərdir 50-yə. İndi fikirləşir ki, bu x-in yerində nə dayanır? X-in yerində 2 dayansa 10 vur 5 50 eləyəcək. Vəssalam 2-dir. Növbəti 9 çox qədim sualdır. Bu tipli misallar belə həll olunur. Ümid edirəm diqqətlisiniz. 5a-nı atdıq bura. A kvadrat üstəgəl 1 bərabərdir 5a-ya. İfadəni a-ya böldük.
A üstəgəl 1 bölü A 5'dir. Bu duruma gəlib çıxandan sonra buranı kvadrata yüksəldək. A kvadrat üstəgəl 2A vur 1 bölü A. Üstəgəl 1 bölü A'nın kvadratı. Bərabərdir 25. 2'ni atdıq bura. A kvadrat üstəgəl 1 bölü A kvadrat bərabərdir 23. Standart həllidir. Dəfələrlə qəbula düşmüş sualdır. Keçdik növbətiyə. Əgər aydındırsa. 10 nömrəli sual. Bu iki qat bərabərsizlikdir. Belə çıxır ki 3x çıxı 5 kiçikdir 22-dən. Böyüdür mənfi 22-dən. İfadənin üzərinə 5 gəlirik. 3x kiçikdir 27-dən. Böyüdür mənfi 17-dən. Bu mənfi 17-dən böyüklük sözsüzdür. Üslü funksiya həmişə müsbət qiymət alır. Mənfi 17-dən onsuz da böyük olasıdır. Bir dənə bir tərəf işləmək lazımdır. 27-dən kiçikliyi. 27 üçün kubudur. 3'lər getdi. X kiçikdir 3'dən. Cavab mənfi sonsuzluq. Keçdik növbətiyə. Bir zər 3 dəfə atılır. Birinci dəfə təkə də düşməlidir. İkinci dəfə mürəkkəbə də düşməlidir. Üçüncü dəfə 2 və ya 5 düşməlidir. Bir zəri atanda ümumiyyətlə üzlərin mümkün variant sayı 6'dır. Bu 6'dan təki düşməlidir. Ya 1, ya 3, ya 5. 3 variant. Vur. İkinci dəfə atırıq. 6'sından mürəkkəb. Mürəkkəb orada 4 ilə 6'dır. 2. Sonra yenə də 6'dan 3-cü dəfə atanda. Ya 2, ya 5. 2 dənə variant. İndi bunu hesablamaq lazımdır. 3 vur 2, 6 edir. Bunlar getdi. Bu ilə bu ixtisar getdi. 3, 18-dən 1. Vəssalam. Yenə də aydın deyilsə uşaqlar soruşun, çəkinməyin. Keçdik. 12. Biz burada qoşmasına vuraq. Bunu vuraq. X plus 22 üstəgəl 5'e. Sürəti də məxrəcdə. Yəni, standart misallardan biridir. Biraz məşq eləsəz alınacaq. Yuxarıda alınır A kvadrat çıx B kvadrat. X üstəgəl 22 çıx 25. Aşağıdan alınır X çıx 3 vur. Deməli kökdə X plus 22 üstəgəl 5. Bax, bunlar bir-birini aparır. X'in yerinə də 3 qoyuruq. 1 böl kökdə 25 üstəgəl 5. Bu da 10'da 1. A. Kökdə X funksiyasının X0 bərabər nöqtəsində çəkilən toxunanın apsis oxunu hansı nöqtədə kəsir? Uşaqlar, birinci toxunandan danışmalıyıq. Hələ toxunanı tapaq. Bunun üçün biz toxunanın tənliyini tapmalıyıq. Toxunanın tənliyi belədir. F'(x0) vur x çıx x0 üstəgəl fx0. Yəni, birinci kökdə x'in törəməsi tapılır. Kökdə x'in törəməsi 1 bölü 2 kökdə x'dir. F'(x0'ı tapmaq üçün x'in yerinə 9 qoyuruq. Bu da eləyir 6'da 1. Bir dəfə də fx0'ı özünün yerinə 9'u qoyuruq. Özünün yerinə. Kökdə 9'dan çıxır 3. Və aparıb hamısını yerinə yazırıq. Y bərabər olur 6'da 1 x çıx 9 üstəgəl fx0 3. Bunu da vurub atsaz 6'da 1 x 9'u 6'da 1'ə vuranda 1 5 edir. Üstədə 3 mənfi 1 5 üstəgəl 3 müsbət 1 5. Belə bir şey aldıq. Bizə də deyirlər ki, bunun apsis oxunu kəsdiyi yeri tap. Apsis oxunu kəsəndə y0 olur. Yəni 6'da 1 x üstəgəl 1 5 0'a bərabər olur. 1 5'i bura atıram. 6'da 1 x bərabər olur mənfi 1 5. X də bərabər olur mənfi 1 5 bölü 6'da 1 9. Mənfi 9. Cavab mənfi 9 0. Törəməyə aid olan bir misal idi. Ümid edirəm aydındır. Keçək inteqrala. Bu inteqralları birləşdirmək olar. Onlar x çıx 5'dən x kvadrat çıx 8x çıx 2x eləyəcək çıx 10x üstəgəl 25. Bu da düstur verəcək x çıx 5'in kvadratı bölü x çıx 5 dx. X çıx 5'lər getdi, qaldı a'da x çıx 5. O da eləyəcək x kvadrat bölü 2 çıx 5x üstəgəl c. X kvadrat bölü 2 çıx 5x üstəgəl c. C bəndi. Keçdik. Əgər aydındırsa. 15 nömrəli misal. 758 ədədindən kiçik bütün natural ədədlərin 3'ə bölünənlərinin çoxluğunu A,
5-ə bölənlərin çoxluğunu B ilə işarə eləyək. Kəsişməni deyir tap. Kəsişməni tapacağıq uşaqlar. Biz nə etməliyik? Yəni götürürük 3-ə də 5-ə də bölünən ədədlərin sayı tapmalıyıq. 3-ə də 5-ə də bölünürsə, deməli 15-ə bölünür. 758-i sadəcə 15-ə bölürsüz. Başqa heç nə. 758-i də 15-ə böləndə 30 eləyir tam hissəsi. 30 dənə belə ədəd var. Qutardı, getdi. Aydınsa davam edək. Aha, ekran görünür mü uşaqlar? Yoxsa Bəli. yox? Aha. Bəli, bəli. Məndə etdi, sonra qayıtdı. Aha. Keçdik. Uşaqlar, burada nəyinsə kvadratıdır. Bunu tapmaq lazımdır. Fikirləşmək lazımdır ki, 11 üstə gəl 4 kökdə 7 nəyin kvadratıdır? Və diqqətli olsaq, bu kökdə 7 üstə gəl 2-nin kvadratı. 15-i təzədən istədim bəli. Bəli. 15-i yenidən istəyirsən? 15-i təzədən istədim bəli. Aha, indi deyəcəm. 15-i yenidən deyəcəm. Hansı sualda törəmədə lapitala törəmədə deyirəm bu limitdə lapitala girmək olar, əgər limitdən söhbət gedirsə, amma uzundur. Elə ondansa qoşmaya vur. Deməli 15-i deyəcəyik. Bu heç. Birinci 16-nı fikirləşək. Bu kökdə 7 üstə gəl kökdə 2-nin kvadratıdır. Bunu görmək olar. O birisi isə kökdə 7 çıx 2-nin kvadratıdır. Kök kvadratı aparır, modullar qalır. Modullar. Amma o modulları da onsuz da kökdə 7 çıx 2, kökdə 7 üstə gəlir 2, ikisi də müsbətdir. 2-lər gedir, qalır 2 kökdə 7. 2-nin kökünün altına salırıq. 4 vur 7 edir 28. 28-in də tam hissəsi uşaqlar eləyəcək 5. Müəllim, burada Bəli. biz 7-ni necə təyin elədik? Kimisinin kökü də 7 üstə gəlir 2-nin kvadratıdır. Aha, mən bilirəm ki, baba bu hissə nəyinsə kvadratı olmalıdır. Onda fikirləşirəm ki, A kvadrat üstə gəl 2AB üstə gəl B kvadrat verməlidir 11 üstə gəl 4 kökdə 7. Belə bir fikrə gəlirəm. A kvadrat üstə gəl B kvadratının yerində 11 verməlidir. 2AB-nin yerində 4 kökdə 7 verməlidir. Belə bir düşüncə ilə davam edirəm. 2-ləri ixtisar edirəm. AB olur 2 kökdə 7. Əgər AB 2 kökdə 7-dirsə, onda fikrim nəyə gəlir ki, bu A-nın yerində 2, B-nin yerində kökdə 7 ola bilərmi? Ola bilərmi? Ağlımda düşünürəm. Sonra görürəm ki, A-nın kvadratı, əgər A-nın yerində 2 dursa, kvadratı 11 eləyəcək, düz gələcək. B-nin yerində kökdə 7 dursa, kvadratı 7 eləyəcək. 4 üstə gəl 7, 11. Əla. Deməli, belə çıxdı ki, bir A-nın yerində 2, B-nin yerində kökdə 7 ola bilər. Yəni, bu 2 üstə gəl kökdə 7-nin kvadratıdır. Çatdı, necə fikirləşdik? Bəli, müəllim, çox sağ olun. Aha, indi 15-i dediniz uşaqlar. Yenə də 15-i deyim. Yəni, burada 15-də elə bir problemli məsələ deyil. Əgər A 3-ə bölünürsə, B də 5-ə bölünürsə, onda onların kəsişməsi ortaq olanlardır. Həm 3-ə bölünməlidir, həm 5-ə bölünməlidir. Yəni, 15-ə bölünməlidir. 758-i də bölürəm 15-ə. 75-in içində 3 dəfə, daha doğrusu, düz bölmədim, mən bəyə 30 demişdim. 5 dəfə 15-im nə qədər elədi? 75, 8 qaldı. 8-in içində 15 yoxdur, 0, 50, qalıq 8-də onu tulladıq. Cavab 50. Ümid edirəm ki, çatır uşaqlar. Müəllim, Bəli. məsəl üçün tutaq ki, birləşmə desəydik, A-dakı 3-ə bölünənlərdən çıxardıq ortanın, sonra sağ B üçün də elə eləyib, sonra toplayardıq daha yəni. Bəli, bəli. Hissə tapılmalıdır. Birləşmə tapılsaydı daha çətin olacaqdı. Hə. Deməli, çox əddi standart şəklində yazılışında sərbəst hədd 16-dır. Sərbəst hədd necə tapılır? Dəyişənlərə, x-lara 0 verilir. Yerdə qalanlar bir-birinə vurulur. 2B vur 2 elir 4B. 4B 16-dırsa B 4-dür. B-ni tapdıq. O ki qaldı əmsalların cəmi. Bax, B-ni tapdım, silirəm. Ki B 4-dür.
Əmsalların cəmini tapanda da dəyişənlərin yerinə, x-ların yerinə 1 qoyursan. Olur 1, çıx 5a. B-ni 4 tapdıqsa vurduq 2-yə 8. Vur. 1-in kubu 1. Çıx 7 üstə gəl 2. Deyir bu əmsalların cəmi 4'dür. Bu bərabərdir 4'ə. 1'in üstünə 5 gəldi. 1'in üstünə 8 gəldi. 9 çıx 5a. Vur. -4 bərabər olmalıdır 4'ə. 4'ü -4'ə böldük -1. 9 çıx 5a -1'dir. Bu 9'u atıram bura -5a -10'dur. A 2'dir. A'nı da tapdıq, B'ni də tapdıq. Bunların hasili 8. Deməli, sərbəst həddi tapanda x-ların yerinə 0 qoyursan, əmsalların cəmini tapanda x-ların yerinə 1 qoyursan. Yəni də etiraz edə bilərsiniz uşaqlar. Növbəti, yenə də məşhur məsələlərdən biridir. Oturacağın sahəsi 40'dır. Diqqətli olsaq uşaqlar, bu oturacaq 5 hissəyə bölünə bilir. 5 hissəyə bölünürsə, hər hissəyə 40'ı bölürəm 5'ə, hər hissəyə 8 düşür. O ştrixlənmiş hissəyə də 16 düşür. Və bizə deyirlər ki, o ştrixlənmiş hissəyə uyğun piramidanın həcmini tap. S10'u da hündürlüyü də veriblər 9. Piramidanın həcmi 3'də 1, S oturacaq, vur, H-dır. 3'də 1, S oturacaq, o ştrixlənmiş hissəyə 16 düşür. H-ımız da bizim 9'dur. Bu ilə bu ixtisar gedir 8, 8 vur. Daha sonra bu ilə bu ixtisar gedir 3, 16'nı da 3'ə vuranda 48. Yenə də etiraz edə bilərsiniz uşaqlar. 19. Deməli, nöqtənin apsis oxuna nəzərən simmetriyası B nöqtəsidir. Uşaqlar, apsis oxuna nəzərən simmetriya deyəndə, x oxuna nəzərən simmetriya deyəndə, x qalır, y işarəsini dəyişir. Yəni, verilən nöqtənin apsis oxuna nəzərən simmetriyası elə özüdür. Elə özüdür. Çünki apsis oxuna nəzərən simmetriyada x qalır. Y işarəsini dəyişir. Y də burada 0'dır. Y bərabər x xəttinin nəzərən simmetriyasından danışırıqsa, x-dan y yerini dəyişir. 0 keçir qarşıya, o birisi -5 kökdəyir. Bu da S nöqtəsidir. Və deyir, BS parçasının uzunluğunu tapın. İki nöqtə arasındakı məsafə düsturu kökün altında x1 çıx x2 kvadrat üstə gəl y1 çıx y2 kvadratdır. Yəni, bu da eləyəcək 5 kökdə 2'nin kvadratı ilə, yenə də 5 kökdə 2'nin kvadratı. Səliqəsiz yazırıq, amma ümid edirəm fikir aydındır. Kökün altında. Bu nə qədər eləyəcək bizdə? 110. Cavab o. Mənim izahım olsun 18'i bir daha izah edə bilərsiniz. Bir daha izah edə bilərik. 18 nömrəli sualda bizdə oturacağın sahəsini 40 veriblər. Və o 5 bucaqlıdır. Götürüb O nöqtəsini Y ilə, O nöqtəsini D ilə, O nöqtəsini B ilə işarələsək, 5 hissəyə böləcəyik. 40'ı böləndə 5'ə eləyir 8. Yəni hər pay burada 8'dir. Bizdən ştrixlənmiş hissəyə uyğun piramidanın həcmini soruşur. Piramidanın həcmi 3'də 1. S oturacaq. Vur H-dır. Ştrixlənmiş hissədə 2 dənə 8 var. Yəni 16. Sahə 16'dır. H-ı da bizə veriblər şərtdə SO 9'dur. 3 ilə 9 ixtisar gedir. Burada 3, 16 vur 3 də 48. Buyur etirazı eşidirəm. Aydın müəllim, çox sağ ol. Deyək ki, aydın. Keçdik 20. İki tərəf verilib kökdə 7 və 3. Üçbucağın sahəsinin ən böyük olanının xaricinə çəkilmiş çevrənin mərkəzindən
Üçbucağın təpələrinə qədər olan məsafələrin cəmi bizə səni iki tərəfi kökdə 7 və kökdə 3 olan üçbucaqlardan sahəsi ən böyük olanının xaricinə çəkilən çevrənin mərkəzindən üçbucağın təpələrinə qədər olan məsafə. Tələbə nə fikirləşir? Üçbucağın sahə düsturu bu. 2də 1 AB sinus alfadır. Sahəsinin ən böyük olanı maksimal olması üçün gerək bu sinus maksimum neçə alır? 1 almalıdır. Yəni bu düzbucaqlı olmalıdır. Aha, bu düzbucaqlı olması üçün yəni bura 3, bura kökdə 7 olmalıdır. Kvadratları cəmi 9 üstə gəl 7 16. 16-dan burada olmalıdır 4. Bu da 90 dərəcə. Xaricinə çəkilən çevrənin mərkəzi hipotenuzun düz ortasındadır. Və bu nöqtədən üçbucağın təpələrinə qədər olan məsafələrin cəmi düz ortadadırsa, burada 2-dir, burada 2-dir, bir dənə bu məsafə lazımdır tapmaq, o da mediandır. Ortadan çəkilən xətt mediandır. Bəxtimizdən düzbucaqlı üçbucaqlı da median hipotenuzun yarısına bərabərdir. Yəni o da 2-dir. Deməli hamısı birlikdə 6. Ümid edək aydındır. Müəllim, Aha, buyur. burada üçbucaqlardan deyəndə çaşdırır biraz orada. İki Yəni dənə üçbucağın tərəfi kimi. yox, iki üçbucağın tərəfi kimi çaşdırır, amma səndə üçbucaqlardan sahəsi böyük olandan. Yəni belə üçbucaqlar çoxdur, tərəfi 3 və kökdə 7 olan. Amma ən böyük sahəlisini deyir götür. Yəni bir üçbucaqdan söhbət. Amma Hə, yenə də bəli, başa orada müəyyən qədər diqqətli oxumasaz, şərtdə səhv yoxdur, amma diqqətli oxumasaz düzgün olmayan fikrə gələ bilərsiniz. Yan tərəfi 10, oturacağı 16 olan bərabər yanlı üçbucağın deməli, bizdə gəlin biz onu çəkək. Yan tərəflərimiz 10-dur. Oturacağımız 16-dır. Buradan hündürlük çəkəsi olsaq, bu bunu 8-in 8-ə böləcək. Hündürlüyün özü də olacaq 6. Və deyir, hündürlüyün ətrafında fırlanırıq. Fırlanırıqsa bizdə bir konus əmələ gəlir. Bu konusun radiusu 8-dir. Hündürlüyü 6-dır. Doğuranı 10-dur. Və fiqurun həcmini istəyir. Konusun da həcmi 3də 1 pi r kvadrat vur h-dır. P-ni 3 veriblərsə 3də 1 ilə gedəcək. Radius 8-dir, kvadratı 64. H da 6-dır. 64-ü 6-ya vurduq. 384. Və salam. Keçdik növbətiyə. Bu oldu 21, 22. Vektorların skalyar hasilini istəyir. Mən belə birinci addım atıram. 90-dan 67-ni çıxıb bunu çevirirəm sinus 23-ə. 90-dan 67-ni çevirib bunu da kosinus 23-ə çevirir. Skalyar hasil necə tapılır? Birincini birinciyə, ikincini ikinciyə vurub toplayırıq. Sinus 23-ü sinus 23-ə vuranda eləyir sinus kvadratı 23. Kosinus 23-ü kosinus 23-ə vuranda eləyir kosinus kvadratı 23. Sinus kvadratı alfa üstə gəlir kosinus kvadratı alfa da bizə 1 verir. Və salam. Bu qədər sadə. Keçdik. 23-də perimetri 20 kökdə 6 olan bir kvadrat verilib. MAD 15-dir, MSD də 15-dir. AM-in uzunluğunu istəyir bizdən. Nə gözəl. Söhbət kvadratdan gedirsə, bunun hər bir tərəfi deməli 20 kökdə 6-nı 4-ə bölürük. 5 kökdə 6 edir. Hamısı. Hərəsi 5 kökdə 6. Bizdən AM-i soruşur. Bilmirik, bura x, burada x. Biz burada nə eləyə bilərik? M ilə D-ni birləşdirəsi olsaq, uşaqlar, bizdə bura 15 dərəcədir, burada 15 dərəcə deyənə söhbət kvadratdan gedirsə, deməli, onda belə çıxır ki, MD xətti burada bu bucağı yarıya bölməlidir. Söhbət yenildirəm kvadratdan gedirsə. Söhbət kvadratdan gedirsə. Və bu səbəbdən də bura olur 45, burada olur 45. Bizim 15-imiz var, 45-imiz var. Bura olur 120. İndi x-i necə tapmalı? Sinuslar teoriminə görə. X-in sinus 45-ə nisbəti
X-in sinus 45'e nisbəti. Yenə də bu başladı. Bir saniyə. Aha. X-in sinus 45'e nisbəti. Bu MD'ni biz çəkmişdik. Digər tərəfdən burada uşaqlar 5 kökdə 6'nın da kvadratı 120 dərəcə eləmişdi. 5 kökdə 6'nın sinus 120'ye nisbəti. İndi hesablayaq. Kənardan yazıram. Sinus 45'də alır. Kök 2 bölü 2. 5 kökdə 6 böl. Sinus 120'ni bilmirik. 180'dan 120 çıxırıq 60 qalır. Sinus 60'da da alır kök 3 bölü 2. Bunlar ixtisar gedir. X bölü kökdə 2 bərabər olur. 5 kökdə 6'nı kök 3'e bölsəz. 5 kökdə 2. Kökdə 2'ni də bura atsaz. 5 kökdə 2 vur kökdə 2 eləyəcək 10. Yenə də biraz ehtiyatlı olmaq lazımdır məsələdə, amma elə çətin məsələ deyil. Növbəti. Həm Başqa Bir yol də deyə izah. bilər hə. Buyur eşidirəm. Birinci Rohit səni eşidək, sonra Yaqub eşidək, sonra buyurun. Eşidirəm Rohit. Burada ayla seni belə birləşdirsək, bura Aha. 15, bura 15-dirsə, bura 30 olur. Aha. 30. Buranın da deməli 4 kökdə, 5 kökdə 6-dır. Diagonal da olur, bunun kökdə 2 mislidir. Yəni 10 kökdür. Mhm. Burada 120-dir. 120'nin qarşısı 10 kökdə isə bu da bərabər yanlıdır. Bura 10 olur, burada 10 olur. Olar. Hündürlük 85 kökdə üstüdür. Olur. Все Rohit. Olar belə olur. Problem deyil. Olar. Sonra buyur Yaqub səni heç eşidirəm. Mənim orada bu üsul yaxşı idi. Bu AM ilə MC-nin bərabər olduğunu nəyə əsasən dedim. Hə, AM ilə MC niyə bərabərdir? Baxın, Və bucaqların əslində yox, bir dənə bucaqlardan başqa burada 15-15 deyil. Hə. Diagonal da çəkəsi olsan, bura 30, burada 30. aha, Əgər bərabərdirsə, bunlar bərabərdirsə, fiqur deməli bərabər yanlıqda. başa düşdüm. Aha. Ha. Aha. Keçdik uşaqlar 1 böl 2'dən m. Bu tərsinə olar m-dən 2. Loqaritm m-dən 2. Üstə gəl loqaritm m-dən 3. Üstə gəl loqaritm belə gedəcək. M-dən 7. 17. Bu da uşaqlar hamısı bir-birinə vurular. Onlar loqaritm m-dən 2-dən 17-yə hamısını vursam, elə 1-dən 17-yə vurulmağa bərabərdir. 17 faktorial. Aha. Bu da verib nəsə kub. Bu kubu yığışdırmaq üçün 8'i də o kubu da 3-cü dərəcədən kökə salmaq olar. Yazmaq olar 8 2'nin kubudur da. 2 əsasdan 4'dən çıx 3 faktorial. Hə, onda belə çıxar ki, m-nın yerində bizdə 2 durmalıdır. 4'dən çıx 3'ün də yerində 17 durmalıdır. 4'dən eləməlidir 20, n eləməlidir 5. Bizdə də m ilə n-in cəmini istəyir. 7 ilə 5'i toplayırıq. 2 ilə 5'i toplayırıq. 7. Aydınsa davam edək. 25. AN silsiləsinin ilk n həddinin ədədi ortası n üstəgəl 5'dir. Ədədi orta necə tapıram? Hamısını dənə-dənə toplayıram. Yəni Sn böl say n üstəgəl 5'ə bərabərdir. Sn-in düsturu nədir? A1 yəni belə yazaq. 2A1 üstəgəlinmiş n minus 1 vur d böl 2 vur n böl n şərtə görə bərabər olmalıdır n üstəgəl 5'ə. Bunlar gedir. 2'ni bu tərəfə atsaq 2A1 üstəgəlinmiş n minus 1
vur D bərabər olmalıdır 2n üstəgəl 10. Hə, 2n üstəgəl 10. Buradan indi bizə nə istəyiblər? A7, A8, A9. Yaxşı, bunu bəlkə başqa üsuldan eləyək. Çox uzatdım. Gəl belə eləyək. Çox uzatdım misalı. İlk n həddi üçün, bax bu A7, A8, A9 nədir məndə? S9 çıx S6-dır. Yəni mən bir S9-u tapmalıyam, bir S6-nı. S9-u tapmaq üçün S9 böl 9 bərabər olmalıdır n üstəgəl 5-ə. Yəni n-in yerinə 9 qoymuşuq 14-ə. Buradan S9 bərabərdir 14 vur 9 126. Bu S9. S6-nı da tapmaq üçün. Yenə də S6 böl 6 bərabərdir n üstəgəl 5. N-in yerinə 6 qoyuram, edir 11. 6 vur 11 deyilir 66. Hə, vəssalam. Olur 126 çıx 66 60. Buyurun uşaqlar, etiraz edə bilərsiniz. Keçək növbətiyə. Müəllim, S6-nı necə tapdınız? Bir də izah eləyərzə. Bax bizə deyiblər ki, ilk n həddinin ədədi ortası. Ədədi ortanı necə tapıram? S6-nı bölürəm 6-ya. Hı. Verməlidir n üstəgəl 5. N-nın da yerində 6 deyəndə 11. 5 gəlir 11. Hə, S6 da 66 olur. S6 da olur Tamam. 66. Bu məntiqdən işləyir. Keçdik növbətiyə. İkiyüzlü bucağın daxilində götürülən M nöqtəsindən üzlərə qədər perpendikularlar endirib. Burada uşaqlar ikiyüzlü bucağın özünü çəkməsən də olar. Elə sadəcə adi bir bucaq çək 60 dərəcə. M nöqtəsindən üzlərə endirilmiş perpendikularlar var. Bir perpendikular, ikinci perpendikular. Və bu perpendikularların oturacaqları arasındakı məsafə 8 köşdə 3'tür. Bu perpendikularlar kongruentli x-x'tir. Onda ikiyüzlü bucağın tilinə qədər məsafəni istəyir. Birinci biz o x-i rahatlıqla tapa bilərik. Bura 120 dərəcə olmalıdır. 60 oradsa 120 buradır. Və qıraqlar x-x'dirsə 120, 30, 30'da bura olur 8. Buradan da bura bir xətt çəkəsi olsaq, bu 60'ı böləcək 30'un 30'a. 30'un qarşısı 8'dirsə o xətt M-dən tilə qədər olan məsafə 16'dır. İndi səliqəli çəkib bir dənə də böyük çəkin ki, görəsiz söhbət nədən gedir. Bu kənardan çəkirəm. Bizim iki üzlü bucağımız var. Bu bizim iki üzlü bucağımız. Daxildəki M nöqtəsindən bir üzə və digər üzə perpendikularlar çəkilir. Bunların hər ikisinin kongruent olduğu deyilir. Bu da tildir. Til üzərində bir nöqtə götürürük. Buradakı bucağı veriblər 60. Bura 90, bura 90'dırsa dördbucağlının bucaqlarının cəmi 360 eləməlidir. 2 dənə 90, 180'ı götürür. Bir tərəf 60'dırsa bura qalır 120. Perpendikularların oturacaqları arasındakı məsafəni veriblər 8 kökdə 3. Biz də bilirik axı üçbucaqda A buradır, A buradırsa 120 buradırsa qarşı A kökdə 3 olur. Onda 8 kökdə 3 isə qıraqlar 8'dir. Qıraqlar 8'dir. Və M nöqtəsindən buracan bir məsafə indiririk, hündürlük. Hündürlük demirik, üzrsən bir xətt indiririk. Həmin xətt 60'ı 30'un 30'a bölür. 30 dərəcəlik bucaq qarşısındakı K teti 8'dirsə ümumi baxıram. Onda M-dən tilə qədər o ML məsafəsi də 16'dır. Kimə aydın olmuşsa çəkinmədən deyə bilər. Keçdik. Növbəti. Əgər bu faktların hamısı aydındırsa. 27. X üstü 5 üstəgəl 11. Bu uşaqlar nə tək nə cüt funksiyadır. Ən rahat yoxlamaq yeri yerinə 1 mənfi 1 qoymaqdır. F1'i qoyanda yerinə orada eləyir 12. F mənfi 1'i qoyanda yerinə eləyir 10. Cavablar tamamilə fərqlənirsə bu nə tək nə cüt funksiyadır. D bəndi bunundur.
Cavablar eynidirsə cütdür. Cavablarda işarə fərqi varsa təkdir. Məsələn, modulda x-5 cütdür. 1 də qoysan, mənfi 1 də qoysan cavabı 1-dir. X kubu vurulsun modulda x çıx 5'dir. Bu da təkdir. 1 qoyursan 1 alırsan, mənfi 1 qoyursan mənfi 1 alırsan. Yalnız işarədə fərq var. Sonra tək funksiya, cüt funksiya ordinat oxuna nəzərən simmetrik olur. Cüt ordinat oxuna nəzərən simmetrik olur. B də bunundur. Qrafiki koordinat başlanğıcına nəzərən simmetrik olanda tək funksiyadır. Y də bunundur. Nasıl olun? Keçək indi situasiyaya baxaq. Sonra yenə də aydın olmayan istənilən sualı verə bilərsiniz. Deməli, nə istəyiblər bizdən? 30% spirt məhlulu qırmızı rəngli, 40% spirt məhlulu isə mavi rəngli. Hər biri tam dolu olan 5 litr həcmə malik olan bidonlara doldurulub. Biri qırmızı rəngliyə, biri mavi rəngliyə. Bu bidonlardakı məhlulların hamısını qarışdırdıqda 36 faizli 200 litr spirt məhlulu alınır. Bizə də soruşurlar ki, hərəsindən nə qədər götürülür? Bizdə də bax belə bir düsturdan uşaqlar, belə bir düsturdan istifadə edəcəyik. Düsturumuz nədir? Deməli, 30 faizlidən nə qədər götürmüşük bilmirik. Götürmüşük deyək ki, M1. Üstəgəl 40 faizlidən nə qədər götürmüşük bilmirik. M2. Amma olub ümumilikdə bunları toplayanda, yəni bunun 30 faizi, bunun 40 faizi bərabər olub 200-ün 36 faizinə. Hamısında yüzlər var. Aha. Yüzlər var, silirik. Burada qalır nə? Ona da bölə bilərik. 3M1 üstəgəl 4M2 ona bölsək burada uşaqlar bir dənə 0 gedəcək, 20 vur 36 qalacaq. 20-ni 36-ya vursaq 720. Bu 1. Bəs bir dənə də anlayış var. Bundan başqa ümumi 200 litrdir də burada. Yəni birindən nə qədər götürürsən götür, ikincidən nə götürsən götür. Ümumi bunlar 200 eləməlidir. Sistem tənliyi həll eləmək üçün aşağını vuraq -3-ə. Bu qıraqdan yazıram. 3M1 üstəgəl 4M2 720-dir. -3M1 çıx 3M2 -600-dür. Alt-alta toplayası olsaq uşaqlar qalacaq M2 120-dir. M1 də onda olacaq 80. Yəni birindən 80 götürmüşük. 30 faizlidən. O birindən də 120 götürmüş. İndi deyək ki, çatdı burası. Növbəti misal qırmızı və mavi bidonların sayı. Deməli uşaqlar, hərəsi 5 litrlik bidonlar idi. Qırmızıdan biz, yəni 30 faizlidən 80 götürmüşük. 80-ı bölürük 5-ə. 16. 120-ni bölürük 5-ə. 24. Yəni birindən 16 dənə götürmüşük, birindən 24 dənə. Bunu da tapdıq sadə bir şeylə. Növbəti. Qarışdırılmamışdan əvvəl təsadüfən seçilmiş 2 bidondan birində 30 faizli, digərində 40 faizli məhlul olması. 2 bidon seçəcəyik. Biz bilirik ki, qırmızılardan bizdə oldu 16 dənə. Mavilərdən oldu bizdən 24 dənə. Ümumi 40 bidondur. Həmin 40 bidondan ikisini seçirik. Bu da olur 40 faktorial bölü 2 faktorial vur 38 faktorial. Bu da olur 20 vur 39. Yəni 780. Mümkün variant. Ardınca bunlardan ikisini seçmişik. Biri qırmızıdan olmalıdır, biri mavidən. Əlverişli variant 16-dan 1 vur 24-dən 1. Bu deyir 16 vur 24. 16 vur 24 də qalsın belə. Onda hadisənin ehtimalı sürətdə 16 vur 24, məxrəcdə 780-dır. 4-ə rahatlıqla ixtisar gedərik biz 4-ə. Burada qalar 4, 780-ı 4-ə böləndə 195 qalacaq. 96 yuxarıda uşaqlar, 195 də aşağıda.
195'də 96. Yenə də başa düşmədiniz, istənilən suala etiraz edə bilərsiniz. İzah edə bilərəm və sonra düz səhvinizi deyin. Yəni dayandıraq.